Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Bugün Azərbaycanın bir dostu və bir qardaşından danışacağıq, Türkiyə və İsraildən. Çünki ABŞ Suriyada mövcud olan hərbi varlığını azaldır. New York Times nəşri yazır ki, öz hərbi mənbələrinə istinadən ABŞ Suriyadakı 2000 hərbiçisinin sayını 1400'e indirir və 3 əməliyyat bazasını da bağlayır. Sonraki mərhələlərdə hətta digər hərbiçilərin də çıxarılıb çıxarılmamasına qərar veriləcək 2 ay ərzində. Və mənbələr nəşrə bildirib ki, Suriyada ən azı 500 Amerikalı hərbiçinin saxlanılması planları var. Trump ilk hakimiyyəti dövründə də Suriyadakı hərbi qüvvələri çıxarmaq istəyirdi, lakin Pentagon həmin vaxt buna razı olmamışdı, buna qarşı çıxmışdı. Məlumatlara görə Pentagon və Mərkəzi Komandanlıq bu dəfə Trump'ın qərarını dəstəkləyiblər. Və İsrail mediası da daha əvvəl ABŞ-ın Suriyadakı hərbi qüvvələrini 2 ay ərzində mərhələli şəkildə çıxaracağını yazmışdı və amma suallar yaranır əziz tamaşaçılar. ABŞ Müdafiə Nazirliyi niyə birdən-birə belə bir qərar verib? ABŞ-ın əsas strateji müttəfiqi olan İsrail buna necə baxacaq? Suriyanın faktiki olaraq Türkiyənin ixtiyarına buraxılması anlamına gələn bu qərar hansı zərurətdən qaynaqlanır və bütün bu detallar əlbəttə bugünkü efirimizdə müzakirəyə daşınacaq. Sizdən ricam verilişimizi bəyənin və paylaşın. Əslində çox vacib bir mövzudur, çünki bizi zaman zaman narahat edib Türkiyə və İsrail münasibətləri və hətta ötən həftə bilirsiniz ki, Türkiyənin və İsrailin hərbi kəşfiyyat xidmətlərinin rəisləri, rəhbərləri, önəmli simaları məlumatlara görə Azərbaycana da gəldi. Onlar burada ortaq bir dil tapa bilmədilər. İsrailin dövlət televiziyası olan Kan məlumat vermişdi ki, yəni bu anlaşma, bu razılaşma baş tutmadı və İsrail təyyarəsi isə havaya qalxanda hətta deyəsən Türkiyə heç ona yol da vermədi. Belə bir narazılıq fonunda ayrılıblar. Rəsmi Bakı isə bu danışıqları davam etdirmək əzmindədir. Hər halda belə fikirlər də səsləndi ki, Pasxa bayramından sonra yenə də Bakı ev sahibliyi edəcək Türkiyə və İsrailin münasibətlərini düzəltməsi üçün. Əziz tamaşaçılar, bugün Ümid Partiyasından Bakir Əsənbəyli ilə söhbətimizə elə buradan başlayacağıq. Hər birinizdən ricam verilişimizi bəyənin və paylaşın. Mən isə qonağımı salamlayıram. Bakir bəy, xoş gördük. Xoş gördük. Deməli, mən bəlkə də tamaşaçımız üçün Suriya biraz uzaq mövzu ola bilər, amma Türkiyədə, İsraildə yaxındır, doğrudur. Türkiyə həmişə qardaşdır dediyimiz ölkədir, İsrail isə dost ölkədir. Baxmayaraq ki, ölkədə bəzən adamlar var ki, xüsusilə İran meyilli adamlar var ki, İsrailə hər gün lənət də yağdırırlar. Amma mən məsəl üçün İsrailin həmişə Azərbaycanın yanında olduğunu indi 44 günlük müharibədə də gördük, ondan əvvəl də gördük, etiraf eləməliyik. Yəni bunu deməliyik. İsrail bizə həmişə normal mövqeyi ilə fərqlənən ölkə olub. Azərbaycan da görünür rəsmi deməli hakimiyyət də bu məsələ üçün bu iki deməli dostunu və qardaşını yəqin ki münasibətlərinin pozulmasını heç arzulamaz. Çünki onlardan biri ilə münasibətin pozulması Azərbaycan üçün də yaxşı heç nə vəd eləmir. ABŞ isə çıxardır qoşunları. Bu isə o anlama gəlir ki, bəli, Türkiyə və İsrail sabah Suriyada üz-üzə qalacaq. Bu yaxşı bir şey vəd edirmi? Buradan başlayaq. Təşəkkür edirəm. Əvvəla qeyd edim ki, artıq bir neçə ildir ki, əsasən də yaxın 2 ildə yeni dünya düzəni ilə bağlı istər siyasi kulyarlarda, istər qlobal danışıqlarda yeni dünya düzəninin qurulması ilə bağlı müzakirələr gedir. Bilirsiniz ki, bugünə qədər fəaliyyət göstərən dünya düzəni əsasən 2-ci Dünya müharibəsindən sonra formalaşmışdı. 90-cı illərin əvvəllərində isə, yəni SSR adlı imperiyanın dağılmasından sonra isə yenidən şəkillənmə baş vermişdi. Və köhnə dünya düzəninin dağılması və yaxud ondan imtina bilirsiniz ki, bir qlobal deməli problem yarandı, pandemiya oldu. Pandemiyada əsasən dünyada
iqtisadiyyatda dalğalanmalar baş verdi. Dünyanın iqtisadi nəhəngləri, hərbi nəhəngləri, siyasi nəhəngləri, demək bu pandemiyadan çox ciddi itkilərlə çıxdı. Əslində bugündən baxanda həmin pandemiyanın süni şəkildə yaradılması, köhnə dünya düzəninin dağıdılması, xəritələrin yenidən düzənlənməsi ilə bağlı və dünyanın yenidən bölüşdürülməsi ilə bağlı əslində dəngələrin yoxlanması kimi xarakterize olunurdu. Çünki o xəstəliyin nəticə etibarilə digər xəstəliklərdən, hətta bizdə deməli bu qrip adlandırdığımız ki, bu xəstəlik var ki, ildə o xəstəlikdən dünyasını dəyişənlər, o pandemiya dövründə dünyasını dəyişənlərdən hər il daha çox olur. Yəni, bunun üçün pandemiya elan etməyə ehtiyacı yox idi. Sadəcə bu dünyada dediyim kimi o dəngələrin, əslində bu bir yoxlama tədbirləri idi. Kimin bu tip nüanslardan daha tez və az itkisiz çıxması məsələsi gündəmdə idi və bugün Çinə yönəli deməli siyasətə baxdıqda isə və pandemiyanın Çindən başlanması məsələsi, Çinin zərbə müstəvisinə çıxarılması məsələsi bu məsələnin əslində süni bir deməli ajiyotajın məntiqi nəticəsi oldu və dediyim kimi yeni dünya düzənində bu iqtisadi deməli dalğalanmaları yaratmaqla yeni bir və yaxud bir neçə qüvvənin ortaya çıxması üçün deməli bir format idi. Bugün Türkiyə artıq regional oyuncu siyasətından çıxıb. Türkiyənin istər deməli özünü təchizatı baxımından, istər ixracı baxımından söhbət hərbi deməli sənaye kompleksi ilə bağlı məsələlərdən gedir. Məsəl üçün tutaq ki, bir 20 il bundan əvvəl Türkiyə özünü əgər 20% deməli hərbi sənaye kompleksinə təchiz edilsə, bugün artıq 85-90%-a yaxınlaşır. Türkiyənin deməli istehsal etdiyi pilotsuz uçuş aparatları 2024-cü ildə dünya üzrə satılanların 65%-ni təşkil edir. Türkiyənin silah satışında payı dünya üzrə 1,7 deməli faiz təşkil edir və Türkiyə heç vaxt bu qədər silah ixrac etməmişdi, satmamışdı və sair məsələlərdə. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, Türkiyə uzun müddət idi ki, deməli həmin bu qlobal oyunçu deməli kursuna sahib olmaq, bu ada sahib olmaq uğrunda mübarizə aparırdı və özünün əsasən təhlükə gözlədiyi bölgələrdən və ölkələrdə bir təhlükəsizlik zonası yaratmaq arzusunda idi. Məsələn, Suriya ilə bağlı konkret olaraq uzun bir təhlükəsizlik zonasından bağlı uzun müddət idi ki, Amerika Birləşmiş Ştatları ilə bu barədə deməli müzakirələr gedirdi. Amma Bəşər Əsəd rejimi bu məsələdə Türkiyəyə imkan vermirdi. Türkiyə nə etdi? 10 ildən artıq idi Suriya deməli hal-hazırda müvəqqəti prezidenti Bəşər Əhməd Əşşara demək Türkiyə ilə gizli işbirliyində idi. Hətta Türkiyədə olan ümumilikdə götürəndə təxminən 6 milyondan daha çox qeyri-rəsmi məlumatlarda deyilir. Deməli, Suriya qaçqınları ilə iş prinsipi üçün onun üçün bir yol xəritəsi çizmişdılar. Yəni, bu Türkiyə xüsusi xidmət orqanları bu istiqamətdə işləyirdi və sözsüz ki, İsrail kəşfiyyatı bu məsələlərdən ciddi narahat idi. Amma Türkiyənin bu qədər yaxın şərqdə irəli gedəcəyini gözləmirdilər. Türkiyə nə etdi? Deməli, Əhməd Əşşaraya dəstək verdi. Bəşər Əsəd rejimi qısa müddət ərzində devrildi. Türkiyə nəinki o təhlükəsizlik deməli zonasını yaratmağa nail oldu. Əslində Suriyada söz sahibi oldu. Sözsüz ki, Suriyada söz sahibi olmaq oradan Rusiyanın deməli çıxarılması məsələsi və yaxud gücünün azaldılması məsələsi, İranın proksi qüvvələrinin sıradan çıxması məsələsi və yeganə orada qüvvə kimi qalmışdı deməli İsrail məsələsi. İsrail bu istiqamətdə Türkiyənin
ən çox narahat edən, əgər İsrail nə qədər narahat olsa ki, Türkiyə orada hərbi bazalara sahiblənmək, bilirsiniz ki, Türkiyənin orada deməli hərbi baza qurmaq istədiyi ərazilər var ki, o ərazilərin zaman-zaman İsrail ordusu tərəfindən bombalanması məsələsi həmişə deməli gündəmə gəlirdi və biz bunun şahidi olurduq və sözsüz ki, bu istiqamətdə Türkiyə əsaslı bir addım atılması məsələsini gündəmə gətirdi. Çünki İsrailin mühafizə etdiyi demək 130 minlik bir YPG qoşunları var idi. Bu kifayət qədər ciddi bir rəqəmdir və onların 200 min nəfərin silahlandırma imkanları olması ilə bağlı fikirlər dolaşırdı. Ki, yəni kifayət qədər ciddi şəkildə demək silahlanıblar. Hətta Amerika Birləşmiş Ştatlarının zaman-zaman müxtəlif zaman kəsimində 9 milyard dollarlıq onlara silah hədiyyə edilməsi ilə bağlı da fikirlər var bu məsələlərdə. Və bu sözsüz ki, Türkiyəni ciddi şəkildə narahat edirdi. Türkiyə bilirdi ki, o 130 minlik ordu nə vaxtsa yenə Türkiyə demək istiqamət alacaq. Yaxın şərqdəki proseslərin şiddətlənməsi və yaxud qarşıdurması Trump administrasiyasının götürdüyü bir xətt var ki, o xəttin başa çatmasına ciddi maneçilik törədirdi. Çünki Trump administrasiyasının, Biden administrasiyasının ən çox tənqid etdiyi nüanslardan biri siz müharibələri başladınız, lakin bitirə bilmədiniz. Biz müharibələri bitirəcəyik deyə bir iddia var. Bu həm də onların, belə deyək də, o avtoritetlərinin yüksəlməsi üçün ciddi bir xətt olacaq. Amma Netanyahu özünün daxilindəki deməli sağ mərkəzçilər ki var ki, bu Netanyahunun ciddi narahat olduğu deməli bir təbəqədir. Hətta demək onun nazirlərin içərisində də bilirsiniz ki, o sağçılar, ifrat sağçılar deməli fəaliyyət göstərdi. Zaman-zaman istefalar da oldu, etirazla bağlı məsələlərdə. Amma yaxın şərqdə müharibənin qızışması və yaxud Türkiyə-İsrail münasibətlərinin daha qızğın bir məcraya keçməsi Trump administrasiyasına sərf etmirdi bu istiqamətdə. Çünki Trumpın qarşısında duran öncə nə İrandır, nə yaxın şərqdir, nə də digər bir coğrafiyadır. Əsasən Çin hədəf götürülüb bu məsələlərdə. Fikir verdinizsə, kömürlük tariflərinin artırılması ilə bağlı deməli 185 ölkədən 75-nə 90 günlük deməli bir fasilə verildi. Amma buna baxmayaraq Çin üçün 145%-ə qədər qaldırıldı bu məsələlərdə. Bu da açıq şəkildə Çinə ticarət müharibəsinin elanı idi. Bu ticarət müharibəsinin elanında Netanyahunun ərköyünlüyü Trumpa sərf eləmirdi əslində. Trump eyni zamanda yaxın şərqdə sülhün və yaxud sabitliyin yaranmasında NATO ikincisi olan Türkiyənin əsaslı rol oynaya biləcəyini düşünür. Çünki amma məsələn hansısa bir Orta Doğu, böyük Orta Doğu planından danışılır da. Yəni mən nəyə gətirmək istəyirəm? Çünki BOP plan deyilən bir plan var. Biz onu keçən dəfələrdə də burada müzakirə elədik. Bu ABŞ-ın belə deyək başının altından çıxan, İsrailin isə belə deyək özünün o dini kitabına əsaslanan iki çayın arasındakı ərazi. Bu ömründə bunlar imkan verməzlər ki, Türkiyə orada qol qanad açsın. Çünki bu ərazilərə iddialıdırlar və o böyük bir coğrafiyanı əhatə etmək deməkdir. Məni indi lakanik şəkildə bu sual maraqlandırır ki, bu planın müəllifləri olan ABŞ və İsrail Türkiyənin orada genişlənməsinə necə rəvac verirlər? Bu nədən qaynaqlanır? Bax, bunun bir cavabı olmalıdır, yoxsa yox? Yəni, zaten onlar o ərazini özləri üçün nəzərdə tutublarsa, daha doğrusu İsrail üçün və yaxud elə bir Kürd dövləti üçün, PKK-nı filanı, digər terror təşkilatlarını genişləndirməklə nə əcəb, yəni Trump hakimiyyəti Türkiyənin orada genişlənməsinə, Suriyanın demək olar ki, ağası olmağına icazə verir, göz yumur. Bax, bu sual mənə maraqlı verir. İşləmədiyi göz qabağında idi. Çünki İran yaxın şərqdə bir neçə ölkə var idi ki, Suriyada daxil olmaq şərti ilə, Yəməndə daxil olmaq şərti ilə, Livanda daxil olmaq şərti ilə, Qəzzada, yəni bir neçə ölkədə İran əsas söz sahibi idi. Prezidentlərin seçilməsində, orada siyasi hakimiyyətlərin formalaşmasında söz sahibi idi. Və Türkiyə o regiondan həmişə təhdidlə üzləşirdi.
sizin dediyiniz həmin o plan və yaxud o planın müəllifləri formalaşdırdığı planın öz əleyhlərinə işlədiyini şahid oldular. Məsəl üçün, İranın orada bir neçə proksi qüvvələri var idi ki, büyük məsəl üçün, Husilərin özü Amerikaya, Britaniyaya, İsrailə problem yaradacaq bir çetedir, bir terror təşkilatlarıdır. Hizbullahın, məsəl üçün, orada eyni zamanda Həmasın, digər deməli qüvvələrin orada kifayət qədər ciddi problemlər yaradırdılar o ölkələrə. Zaten Amerika Birləşmiş Ştatları, İsrail və yaxud digər belə deyək də hegemon güclər və qüvvələr o deməli ərazidə təsir imkanları demək olar ki yox idi. Çünki Əhməd Əşşaranın belə deyək də hakimiyyəti çevrilişindən biraz öncə həm də Türkiyənin bilavasitə iştirakının o proksilər oradan çıxarıldı. Demək olar ki, tamamilə məhv olmasa da kifayət qədər və ciddi şəkildə zəiflədildi. İran regiondan çıxma ərəfəsindədir, mərhələsindədir. Rusiyanın 2 bazası vardı. Fikir verirsinizsə, bugün Rusiya demək olar ki, yaxın şərqdə yoxdur. Deməli, Əşşar ilə danışıqlar məsələsində də razılıqlar əldə olunmadı. Müəyyən nüanslar var ki, o nüanslarda da demək razılıq gəlinmədi və əslində region həmin o qüvvələrin nəzarətindən çıxmışdı. Bugün Türkiyənin orada olması əslində dolayısıyla Amerika Birləşmiş Ştatlarının orada olması deməkdir. Yəni Amerika Birləşmiş Ştatları regiondan imtina etmir. Sadəcə bilir ki, Türkiyənin qüvvəsinin üstündə qüvvə olmadığı üçün, məsələn, nəzərə alın ki, 800 demək hərbçisi var idi. Əhməd Əşşaranın çevrilişindən sonra 2000-ə qaldırdılar. İndi 1600-ə salırlar, 2 aydan sonra 500-ə salacaqlar qüvvələrin. Çünki niyə? Türkiyə orada yerləşib. Eyni zamanda Suriya müvəqqəti deməli hökuməti özünün ordusunu Türkiyənin imkanları ilə paralel olaraq formalaşdırır. Yəni Amerika Birləşmiş Ştatlarında bir arxayınçılıq yaranır. Lakin İsrail orada sadəcə siyasi ərköyüncülüyü, həmin o planın belə deyək də pozulması. İsrail niyə Türkiyədən bu qədər qorxur ki? Yəni mənim bu doğrudan da bu sual maraqlandırır ki, zaman-zaman da qorxusunu dilə gətirib. Keçənlərdə də informasiya elə belə idi ki, Türkiyənin orada hərbi baza yaratmaq istəyi İsraili ciddi şəkildə qorxudur. Və bu gələcəkdə hərbi toqquşmaya, hərbi münaqişəyə səbəb ola bilərmi? Biz çünki görürük ki, İsrailin oradan nə qədər əraziləri ələ keçirdiyi var, o Golan təpələri, ətrafı filan. Yəni bu gələcəkdə, bunu da əlbəttə ki, Türkiyə arzulamır və bütün bunlar bir hərbi toqquşmaya səbəb ola bilərmi? Bir də İsrailin Türkiyədən qorxusunu nə ilə izah eləyək? Niyə İsrail razıdır ki, Rusiya gəlsin orada hərbi bazasını saxlasın, amma Türkiyə saxlamasın? Rəcəb Tayyip Ərdoğanın prezidentliyinə qədər İsrail-Türkiyə münasibəti çox yüksək səviyyədə olub. Sadəcə ılımlı İslam deməli projesi oldu ki, Ərdoğan administrasiyasının, Ərdoğan hökumətinin Türkiyə rəhbərliyə gələndən sonra və İsrailin zaman-zaman İslam qövmünə, müsəlman qövmünə, əsasən də Qəzzə ilə bağlı müəyyən gedişlərinə Türkiyə heç bir dövlətin etmədiyi formada demək münasibət bildirdi. Agresiya qoydu ortağa. Sözsüz ki, İsrailin nəzərdə tutduğu planların əleyhinə idi bu məsələlər. Əleyhinə olduğu üçün İsrail mütləq idi ki, özünün o deməli qarşısındakının bir düşmən obrazını yaratmalı idi bu məsələlərdə. Müəyyən müddət İsrail bu deməli məsələlərə nail ola bildi. Son 2 ildə nail ola bildi. Amma dediyim kimi, Trump'ın hakimiyyətə gəlişindən sonra Trump üçün əsas prioritet Çinin iqtisadi imperiyasının zədələnməsi idi və yaxud çöktürülməsi məsələsi idi. O baxımdan dediyim kimi, burada İsrailə verilən dəstəyin müəyyən bir deməli zaman dondurulması və yaxud kəsilməsi məsələsi və eyni zamanda məsələn hətta deməli İsraillə Türkiyənin belə o coğrafiyada baş-başa buraxılması məsələləri var ki, sözsüz ki, İsrailin hərbi imkanları Türkiyənin hərbi imkanları qədər deyil. İsrailin ordusu Türkiyə ordusunun sayı qədər deyil. Məsəl üçün, Qəzzə ilə bağlı əməliyyata başlayanda İsrailin 170 min ordusu vardı, 14 milyard hərbi büdcəsi var idi.
Amerika Birləşmiş Ştatlarının müəyyən köməklikləri və s. müharibənin aparıldığı dövrdə təxminən 70 milyarda qədər vəsait xərclədi. Bu kifayət qədər ciddi bir rəqəmdir. İsrail o köməklik olmadan bu müharibəni, münaqişəni aparacaq gücdə deyil. Bizlə dost münasibəti olmasına rəğmən, amma Türkiyədə bizdən qardaş dövlətdir, gərək məsələyə ədalət müstəvisində münasibət bildirilər. O baxımdan bugün Amerika Birləşmiş Ştatlarının qoşununu və yaxud hər hansı bir bölmələrini oradan çıxarıb, biraz öncə qeyd etdiyim kimi, deməli, nəfər sayını 500 nəfərə qədər azaltması əslində mərhələ-mərhələ onların da oradan çıxarılması məsələsi Türkiyənin regiona tam yerləşdirilməsi məsələsidir. Çünki Türkiyənin dediyim kimi ora yerləşdirilməsi deməli, qlobal baxışda əslində Amerika Birləşmiş Ştatlarının NATO müstəvisindən götürəndə orada yerləşdirilməsi deməkdir. Amma İsrailin də orada sıradan bir məsələ deyil, siz də qeyd etdiniz. Məsəl üçün, tutaq ki, İsrail məsələyə biraz özünün dini kitabları kontekstindən baxır. Vəd olunmuş torpaqlar baxır. Hər hansı bir, belə deyək də, dağdan Şamın görsənməsi və s. və l. bilirsiniz ki, Tövrat sonradan kifayət qədər müdaxilə edilmiş bir kitab olduğu üçün, həm də Yahudi deməli, belə deyək də, o siyasətinə uyğunlaşdırılmış bir dini kitab anlamında da artıq bu müdaxilələr də təsdiq olunub bu məsələlərdə və eyni zamanda İsrailin oradan su ehtiyatları var bu məsələdə. Məsəl üçün, İsrail özünün su ehtiyatlarının təxminən 25%-ni da həmin ərazilərdən, bugün işğal etdiyi ərazilərdən deməli, özü üçün götürür. Bu da İsrail üçün kifayət qədər ciddi bir nüansdır. Amma mən qeyd edim sizə, Əhməd Əşşara bilirsiniz ki, İsrailin Suriya torpaqlarına müdaxiləsi və yaxud hər hansı bir ərazinin bombardıman olunması ilə bağlı biz İsrail qoşunları ilə üz-üzə gələcəyik deyə bir deməli, bəyanatlar olmuşdu və bugünə qədər də bu bəyanatlar belə də təsdiqini tapmamışdı. Amma bu o demək deyil ki, deməli, Suriya müvəqqəti hökumətinin silahlı birləşmələri İsrail silahlı birləşmələrindən nə vaxtsa üz-üzə gəlməsin. Bu təsadüf olacaq bir hal. Mən onu qeyd edim sizə ki, demək, yəqin ki, Türkiyənin prosesə tam sahiblənməsindən sonra baş verəcək bu məsələ. Türkiyənin də proses sahiblənməsinə kifayət qədər mane olacaq amillərdən birinci İsraildir. Netanyahu'nun demək, Amerika Birləşmiş Ştatlarına sonuncu səfərində də müzakirə olunan mövzulardan biri ehtimaldır ki, bu müzakirə olunan mövzulardan biri həmin ərazilərdə daha radikal addımların atılmaması üçün bir çağırış, təklif verilmişdi. Amma dediyim kimi Netanyahu məyus oldu. Netanyahu'nun bu məsələlərdə həm də bir can qorxusu var. Bilirsiniz ki, Oslo müqaviləsindən sonra İshak Rabin həmin zaman baş nazir idi. Demək, Fələstin Azadlıq Təşkilatı ilə İsrail hökuməti arasında Osloda bir deməli, danışıqlar olmuşdu. O danışıqlardan sonra hətta İshak Rabinə Nobel mükafatı verilmişdi. Amma nə baş verdi? İkili dövlət prinsipi məsələsi vardı. Bir ildən sonra deməli, Təl-Əvivdə şəhərin mərkəzi meydanında çıxış edərkən terror nəticəsində qətlə yetirildi. Bir sağçı, gənc, ifrat sağçı bir gənc onu qətlə yetirdi ki, Fələstin dövləti yaradıla bilməz. İshak Rabinin taleyi Netanyahu'nu qorxuzur. Netanyahu bilir ki, bugün müharibənin dayandırılması gələcəkdə Netanyahu'nun özünün və yaxınlarının İshak Rabin taleyini yaşaması ilə bağlı ciddi problemlər var. Məsələn, Amerika Birləşmiş Ştatlarının yaxın şərqdən bugün üçün gözləntisi ilə bir ciddi məsələlər yoxdur. Tutaq ki, məsəl üçün, bəzən deyirlər ki, neft və qaz ehtiyatlarından bağlı məsələlərdə bu ciddi bir rəqəm deyil. Məsəl üçün, həmin ərazidə olan neft və qaz Amerika Birləşmiş Ştatlarının heç bir ehtiyacının ödənilməsi üçün vacib deyil. Amerika Birləşmiş Ştatlarının prezidenti Trump hakimiyyətə gəldiyi ilk günlərdə müsahibələrin birində bildirdi ki, biz bu zamana qədər yaxın şərqə 9 trilyon dollar vəsait xərclədik. Onun deməli 1 trilyonu İraqda xərcləndi, 1 trilyonu deməli Əfqanistanda xərclədi, böyük bir məbləğ Suriyada və s. və axır məsələlərdə.
Amma bu o demək deyil ki, o vəsait çıxarılmadı. Elə Amerika Birləşmiş Ştatlarının özlərinin analitikləri məhz o müsahibədən sonra bildirdilər ki, Amerika Birləşmiş Ştatları xərclədiyi 9 trilyon ABŞ dollarını 18 trilyona qədər artıq öz ölkəsinə qaytarıblar. Yəni 100% artığı ilə qaytarıblar. Dünyada bu deməli faizlə müşayiət olunan biznes yoxdur. Yəni bu gün artıq maraqlar yoxdur. Türkiyə ilə bağlı bir arxayınçılıq var və mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları bu istiqamətdə nə Türkiyəyə dəstək verəcək, açıq şəkildə dəstəkdən gedir söhbət, nə İsraili dəstəkləyəcək, açıq şəkildə dəstəkdən gedir söhbət və hər iki ölkənin razılaşdırılması məsələsi yəqin ki, qısa zaman kəsimində gündəmdə olacaq. Bilirsiniz ki, 2 il öncə də cənab prezident də çıxışlarının birində qeyd etmişdi ki, İsrail və Türkiyə rəsmilərinin barışdırılması ilə bağlı Azərbaycan deməli bir ara vuruculuğu demək mövqeyində olmuşdu və ilk dəfə bu alınmışdı. Bəli, ikinci dəfə bu məsələnin alınmaması dediyim kimi Netanyahu hakimiyyətinin, hökumətinin sadəcə narahatlığının məntiqi nəticəsi idi və mən düşünürəm ki, ən qısa belə deyək də zamanda bu məsələ öz həllini tapacaqdır. O istiqamətdə ki, Suriyada tam şəkildə deməli Əhməd Əşşara hökuməti formalaşacaq, məskunlaşacaq bu məsələlərdə və Türkiyə özünün arzuladığı o coğrafiyanı yaratmağa nail olacaq. Deməli, əziz tamaşaçılar, 350-yə yaxın insan var canlı yayımda. Verilişimizi lütfən bəyənin və paylaşın. Burada bir pan-türk var, onu rədd edib bu rəylərdən. Bir diqqətli olaq bir rəylərə. Adamlar orada onunla, o deməli, Türkiyə düşməni olan adam bizim efirimizə nə gəzir ki? Onu rədd elə oradan. Deməli, əziz tamaşaçılar, bu arada deməli, İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycanın səfərinə hazırlıq sürətlənib xəbərləri gəldi. Deməli, bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyin Pirməzzin deyib. O bildirib ki, Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı və iqtisadi heyət Pezeşkiyanın səfəri ərəfəsində Azərbaycan Respublikasına yola düşəcək. Aprelin 28-də prezidenti müşayiət edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasına səfər edəcək. Deməli, tarix bəlli oldu. Aprel ayının 28-də Pezeşkiyan, İran prezidenti Azərbaycana gəlir, nəhayət gəlir. Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla ölkənin şimal-qərbinin 4 ostanının valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfəri zamanı 110-120 nəfər müşayiət edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın iqtisadi və parlament nümayəndələri də daxildir deyə xəbərlərdə qeyd olunur. Pezeşkiyanın səfəri Bakir bəy nəhayət ki reallaşır və ötən günlərdə Pezeşkiyan yenə də Şəhriyardan Azərbaycan dilində bir şeir deməklə gündəmə gəldi. Dünən yenə də sahiblər Pezeşkiyanın türkçə şeirini deyirdi və hər dəfəsində də hədəfə alınır. Hər dəfə. Amma buna rəğmən deyir. Nədir bu? Siyasətdirmi, yoxsa içdən gəlirmi və yaxud belə deyək, Pezeşkiyana bu qədər təpkilərə rəğmən niyə bu qədər israrlıdır? Əslində, Pezeşkiyanı bəlkə də Azərbaycanda məndən çox tənqid edən ikinci şəxs tanımıram. Niyə tənqid edirsiniz ki? Söhbət ondan gedir ki, Pezeşkiyan türk olmasına rəğmən 5 dəfə İran parlamentinə seçilib. İran Səhiyyə Naziri, İran parlamentinin vitse-spikeri. Amma buna baxmayaraq, demək, İranda yaşayan 40 milyonluq böyük çoxluq, mən bunu həmişə demişəm, Azərbaycanlılar, Azərbaycan türkləri İranda etnik qrup deyil. Etnik qrup siyahısını sadalayanda birinci farslar başlayır. Çünki farsların ümumi deməli sayını götürəndə bu təxminən 20 milyona qədər. Yəni səsini çıxartmayıb deyirsiniz, olan haqlarını müdafiə eləməyib deyir. Gedir ki, ümumiyyətlə bu məsələlərdə zaman-zaman hər hansı bir müsbət
münasibətini görməmişik. Bəlkə də böyük hədəfə çatması üçün, prezident olması üçün susması gərəkirdi. Bax, bu tərəfini düşünməmsinizmi? Pezeşkiyan özü də bilir və İran konstitusiyasından məlumat olanlar da bilir ki, İran konstitusiyasında konkret maddələr var. İran konstitusiyasının 57-ci maddəsi, 110-cu maddəsi, 113-cü maddəsi ali dini rəhbərin ölkənin daxili və xarici siyasətinin müəyyən olunması, eyni zamanda onun icra mexanizminə nəzarət etməsi və ölkənin birinci şəxsi məhz ali dini rəhbər olması ilə bağlı konstitusiyada maddələr var. Pezeşkiyan özü də bilirdi ki, söz sahibi deyil. Hətta 2 gün təxminən bundan öncə o bildirdi ki, müsahibələrin hansısa deməli İranın qəzetlərindən birinə müsahibə vermiş ki, mən dini liderə, rəhbərə minnətdaram ki, bizə icazə verdi ki, biz Amerika Birləşmiş Ştatları ilə nüvə ilə bağlı deməli danışıqlarımızı davam etdirək bu məsələlərdə. Yəni söhbət ondan gedir ki, Azərbaycan türkü, türk kökənli mücahidlərin olmasını biz zaman-zaman İranda görmüşük. Bugün də var, fəaliyyət də göstərir. Pezeşkiyan rejimin yetişdirdiyi siyasətçidir. Rejimin formalaşdırdığı siyasətçidir. Məsələn, mən əslində onun o türkcə şeir deməsi məsələsi var ki, bu məsələlərdə. Məsələn, İranda ən böyük türk Xamneyidir. Yəni bilirsiniz ki, o da milli kökən baxımından türkdür. Zaman-zaman o da türkcə danışır. Müəyyən deməli məsələlərə münasibət bildirir. Hətta mərhum prezident Heydər Əliyevlə onun məşhur bir görüşü var. O Xamnə kəndindən olması ilə bağlı Heydər Əliyev ona məlumatın verilməsi məsələsi və türkcə danışmaları məsələsi. Bizim Axundov da oradan. Söhbət türkcədən və yaxud türkcə danışmaqdan əgər bu problemin həllidirsə, bu problem həlli demək deyildi bu məsələlərdə. İranda kifayət qədər türklərin ciddi problemləri var. Adla, yazı ilə, məktəblə başlayan bir məsələ, sosial, iqtisadiyyatla eyni zamanda onların yaşadığı coğrafiyaya vurulan ziyan məsələsi var. Urmu gölünün qurudulması məsələsi var ki, məqsədli şəkildə o gölün qurudulması əslində 16 milyon türkün öz yurt yuvasından didərgin salınması məsələsindədir ki, farsların içərisində deməli onların əldə edilməsi məsələsi siyasəti gedir. Əslində Pezeşkiyan bu məsələlərə şeir deməkdənsə bu məsələlərə ciddi iradə ortalığa qoysa, mən inanıram ki, yalnız Cənubi Azərbaycan türklərinin deyil, bütün türk dünyasının qəlbində özü üçün bir heykəl qurar bu məsələdə. Amma qonşuluq baxımından Azərbaycan bilirsiniz ki, dinc qonşuluq həmişə münasibətlərinə üstünlük verib. Çox təəssüf ki, İran bu məsələlərdə, məsələn elə ötən gün İran qəzetlərinin birində yenidən İsrailin kəşfiyyat orqanlarının Azərbaycanda fəaliyyət göstərməsi, həm də İran əleyhinə fəaliyyət göstərməsi, yeni planların cızılması ilə bağlı, deməli, belə deyək də, xəyali bir düşmən obrazını yaratmaqla bağlı məqalə dərc olunub bu məsələlərdən. Amma mən İran prezidentinin Azərbaycana səfər etməsi, Azərbaycanla İran dövlətinin həqiqi qonşuluq, səmimi qonşuluq münasibətində olmasını arzulayan adamlardanam mən. Amma nə yazıq ki, bu gün üçün ola bilsin ki, mümkün olsun. Nədən bu gün üçün deyirəm? Çünki artıq deməli, İran qlobal nişangahdadır. İran özü də bilir ki, İrana hər hansı bir hərbi müdaxilə an məsələsi ola bilər. Demişəm, bugün Trump da danışıb, deyir, mən vədimdən geri dönmüşəm. Bəli, mən fikrimi deyir, dəyişməmişəm bu məsələlərdə. 2 nüans göstərir, ikinci nüans da hərbi müdaxilə məsələsi ki, mən bu fikrimdən daşınmamışam. Və yenə də topu İranın deməli qapısına ötürür ki, artıq yenə də deməli səndə də bu məsələlərdə münasibət bildirmək. Amma söhbət ondan gedir ki, nə yazıq ki, İran həmişə zərbə müstəvisinə çıxarılanda qonşularla dost-qardaş münasibətində olmağa cəhd edir və yaxud göstərməyə çalışır. Amma bax, hal-hazırda da davam edən məsələn bir hərbi təlimləri var Ermənistanla. Deməli, nəzərə alın ki, erməni əskəri hərbi təlimdə ya Fatimə Zəhra qışqıracaqmı,
Yəni hərbi təlimin adı ya Fatimə Zəhradır. Bu İslam dini müqəddəsinə yalnız deyil, həm də İslam anlamına, dininə vurulan bir zərbədir, ziyandır ki, İran zövq alır bu tip məsələlərdən. Bir müsəlman dövləti göstərin ki, İran bu məsələlərdə deməli, o müsəlman dövləti ilə hər hansı bir münasibəti olsun. Mümkün olan məsələlər deyil. Amma İranla bağlı məsələlərdə, məsələn, mən arzulayardım ki, İran-Azərbaycan ticarət münasibətləri inkişaf edən xətt üzrə olsun. Məsəl üçün, İran-Azərbaycan ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,35%-dir. Bu kifayət qədər az bir rəqəmdir. İndi hiss olunur ki, elə daha çox elə münasibət, iqtisadi münasibətlər üçün gəlir. Çünki heyətin böyük hissəsi iqtisadi heyət. Kifayət qədər, yəni belə deyək ki, kiçik bir rəqəmdir. Qonşu dövlət olmasına rəğmən, deməli, nəqliyyat, logistika baxımından bir o qədər də xərcin belə deyək ki, tələb olunmamasına rəğmən məsələlərdə. İran, məsələn, Zəngəzur dəhlizinin açılmasına bunu yalnız Bakir Həsənbəli demir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan özünün müsahibəsində qeyd etdi ki, Zəngəzur dəhlizinin açılmasına ən böyük maneə törədən İrandır. Yəni, bu məsələlərdə İranın biz istəyərdik ki, səmimi olduğu ortaya çıxsın, səmimiyyətini göstərsin. İran, məsəl üçün, Avropa Birliyinin bir kəşfiyyat qrupu var. Kifayət qədər də böyük sayda bir, deməli, rəqəmlə müşahidə olunan bir qüvvələrdir. İran Ermənistana o istiqamətdə etirazını bildirmir. Amerika Birləşmiş Ştatları ilə, demək, onların Almaniyadan bilirsiniz ki, böyük partiyalarla silahının, demək, Zəngəzur istiqamətinə gətirilməsi, orada hərbi təlimlərlə, gələcəkdə hərbi təlimləri hazırlaşmaqla bağlı və İlkin məlumata görə sentyabra qədər o, deməli, silahların Ermənistanda qalması məsələsinə etirazını bildirmir. Amma tutaq ki, məsəl üçün, Zəngilanda bir firma qurulur, bir firma tikilir. Bu, İsrailin kəşfiyyat, deməli, qrupunun, orqanlarının yaratdıqları bir, belə deyək də, məntəqədir və s. belə. Bu cür illüziyalarla İran dost ola bilmir bu məsələlərdə. Və mən heç də pessimist əhval-ruhiyyədə deyiləm. Amma arzu edərdim ki, Türk kökənli Pezeşkiyanın Azərbaycana səfəri heç olmasa bundan sonra Azərbaycan-İran münasibətlərində normal bir xəttin açılmasına səbəb olsun. Biz də amin deyirik, inşallah deyirik və mən sizə təşəkkür edirəm, Bakir bəy. Əziz tamaşaçılar, sizdən isə ricam verilişimizi bəyənin və paylaşın olacaq. Qarşıda görüşəcəyik. Salamat qalın.